Biz yalan danışa bilirik deyənə günahlar eləyirik. Bütün günahlarımızın başlıca səbəbi bizim yalan danışmaq qabiliyyətimizdən irəli gəlir. Düşünürük ki, mən bu işi görərəm, məndən soruşsalar da deyərəm eləməmişəm. Bu günləri ailələrdəki fəsad, ictimaiyyətdəki fəsad, cəmiyyətlərdəki fəsad, dostluqların içindəki fəsad, yoldaşlıqların içindəki fəsadlar, hərə öz işində, öz sahəsindəki baş vermiş fəsadların əsli kökü həqiqətən yalandır. Bir insan yalan danışa bilməsə, o heç vaxt işini yarımçıq görməz. O işini vicdanla görər. Çünki ondan soruşsalar, deyəcək ki, bəli, bu işi bu cür görmüşəm. Bu günləri bir nəfər bir ev tikir, düşünün, satır. İşi bundan ibarətdir. O evin satanda yalandan deyir ki, məsələn, mən burada filan marka sement istifadə eləmişəm, filan armaturdan istifadə eləmişəm. Yalan danışır, adam alır, illərlə topladığı pulun hesabına bir ev alır, gedir, səhər o evdə böyük problemlər çıxır. Demək ki, bu insan yalan danışmasaydı, o işini özü mükəmməl görəcəkdi. Öz işini dəqiq yerinə yetirəcəkdi və insanları da aldatmayacaqdı. Demək ki, dünya qanunlarının nəzərdən qaçırtdığı bu günahlar əslində daha böyük günahlardır. Bu günahlara daha böyük cəzalar tətbiq olunmalıydı.